Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Mən Edukompani təhsil şirkətinin metodika üzrə təlimçisi Elgün Əhmədov. Dəyərli müəllimlər, bugün sizə yeni çıxan test bankımızdan bir neçə situasiya tipli testin izahını təqdim edəcəm. Bu testlər yeni nümunələrdir, yəni köhnə test nümunələri deyil. Situasiyalarımızı işləyərək siz də MİQ imtahanlarında qarşınıza çıxa biləcək testlər haqqında məlumatlı ola bilərsiniz. Test bankımızı əldə etmək üçün mənə müraciət edin, dəyərli izləyicilər. Yönləndirəcəm, siz test bankını bölgələrdən və ya Bakıdan əldə edə bilərsiniz. Gəlin, test nümunələrimizdən bir neçəsinə baxaq. Elə bir nömrəli suala diqqət yetirək. Burada deyilir ki, müəllim şagirdlərə müasir dövr Azərbaycan ədəbiyyatı ilə Avropa ədəbiyyatını müqayisə edib, oxşar xüsusiyyətlərini yazmağı tapşırdı. Müəllimin verdiyi tapşırıq nədir? Müəllimin verdiyi tapşırıq müasir dövr Azərbaycan ədəbiyyatı ilə Avropa ədəbiyyatını müqayisə edib oxşarlıqları yazmaqdır. Gəlin baxaq situasiyamıza. Deyilir ki, tapşırığa əsasən verilənlərdən hansı doğru deyil? Yəni biz situasiyaya zidd olan axtarırıq. Yanlış variantı. A bəndində deyilir ki, tapşırıq şagirdlərdə elmi kompetensiyanın inkişafına əsaslanır. Bəli, təbii ki, burada müqayisə, təhlil olduğuna görə elmi kompetensiya öz əksini tapmışdır. Deməli, A variantı doğrudur. B bəndində deyilir ki, tapşırıq idrak taksonomiyasının anlama mərhələsinə əsaslanır. Oxşar cəhətləri müqayisə etmək, bəli, bu elə anlamaq mərhələsi olacaq. Ona görə B variantı da doğru deyil. C bəndinə baxırıq. Tapşırığı konseptual biliyi yüksək olan şagirdlər daha yaxşı yaza biləcək. Biz bilirik ki, əgər şagird müqayisə aparırsa, oxşar fərqli tərəflərini yazırsa, deməli onda konseptual bilik də yaxşı inkişaf etmiş olur. Cavab C bəndində olmayacaq. D bəndində deyilir ki, tapşırıq şagirdlərdə analoji düşünmə ilə məntiqi təfəkkürü inkişaf etdirir. Analoji düşünmə, oxşarlıq. Elə analoji düşünmə də məntiqi təfəkkürü inkişaf etdirən düşünmə növlərindən biridir. Buna görə D variantı da doğru cavabımız olmayacaq. Qaldı Y bəndi. Burada yanlış olan nədir? Burada deyilir ki, tapşırıq müəllimə əsas verir ki, hansı şagirddə idrak taksonomiyasının təhlil etmə mərhələsinin inkişaf ehtiyac olduğunu müəyyən edə bilsin. Baxın, burada söhbət anlamadan, konseptual bilikdən gedir. Yəni, biz şagirdin maksimum anlama səviyyəsini, konseptual biliklərini, məntiqi təfəkkürünü yoxlaya bilərik. Lakin təhlil etmə mərhələsinə aid heç bir şey olmadığına görə cavabımız təhlil etmə olacaq. Təhlil etmədə biz anlamaqdan fərqli olaraq deməli, nəyisə önə çıxartmaq, irəliyə çəkmək, analiz etməyi əsas tutaraq təhlil etmə mərhələsini doğru seçmirik artıq. Cavabımız Y bəndi oldu birinci sualımızda. Situasiya test bankımızda bunu bildirim ki, 50 sınaqdan ibarət 1000 ədəd situasiya sualı var. Yalnız situasiyalardan ibarətdir bizim test bankımız. İkinci sualımıza baxaq. Burada deyilir ki, Azərbaycan dili dərsində mövzu qrammatik şəkilçilərdir. Müəllim əvvəlcə şagirdlərə qrammatik şəkilçilər haqqında məlumat verir. Daha sonra şagirdlərə nümunələr təqdim edir. Nümunələr təqdim etdi. Şagirdlər müəllimin təqdim etdiyi nümunəyə əsasən, verilmiş cümləni təhlil edir. Oradakı qrammatik şəkilçiləri aşkara çıxarırlar. Deməli, müəllim nə tapşırıq veribdir? Azərbaycan dili dərsində qrammatik şəkilçilərlə bağlı məlumat verir və şagirdlərə nümunələr təqdim edir. Şagirdlər də müəllimin təqdim etdiyi nümunə əsasında cümləni təhlil edirlər. Bu qədər. Situasiyaya əsasən, baxın həmişə deyirəm, diqqətli olun, situasiyaya əsasən hansı doğru deyil? Biz nəyi axtarırıq? Doğru olmayanı. Situasiyaya əsasən hansı doğru deyil? Baxaq gəlin, görək hansı doğru deyil. Dərs şagirdlərdə məntiqi təfəkkürün inkişafına yönəlib. Təbii ki, nümunə əsasında bir iş görürlərsə, deməli ki, məntiqi təfəkkürdür. Burada nə tənqidi, nə də yaradıcı təfəkkür yoxdur. A bəndi bizim cavabımız olmayacaq. Müəllim pedaqoji prosesi diferensial təşkil edir. Baxın, cavabımız B bəndidir. Niyə? Çünki müəllimin təqdim etdiyi nümunələr əsasında şagirdlər işi icra edirlər.
Diferensial təlim nədir? Şagirdlərə fərdi yanaşmaq. Onların hər birini öz ehtiyacına uyğun, öz marağına uyğun, öyrənmə tərzinə uyğun tapşırıqlar vermək və ya təqdimat zamanı da şagirdlərə seçim vermək, eyni ilə qiymətləndirmədə də məzmunda da hər birində seçimin verilməsi, müxtəlifliyin təmin olunması, şagirdlərin özlərinə uyğun fərqli tapşırıqların verilməsidir diferensial təlim. Lakin bizim situasiyamızda müəllimin verdiyi bir nümunəyə əsasən şagirdlər təhlil aparırlar. Təbii ki, bu yanlış bir fikir deyil. Müəllim şagirdlərə nümunə verə bilər, şagirdlər işləyə bilər. Sadəcə burada diferensial təlimi biz görmürük. Müəllim Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə uyğun olaraq scaffoldingdən istifadə edir. Yaxın inkişaf zonasında şagirdlərə müvəqqəti dəstək verir. Amma diferensial yanaşma burada hal-hazırda yoxdur. Deməli, cavabımız elə B bəndi oldu. C-də deyir ki, müəllim birbaşa tədrisdən istifadə edərək dərs təşkil edir. Biz bilirik ki, birbaşa tədris elə ənənəvi dərs formatıdır ki, biz adi formada dərsimizi sual-cavab edirik, hissələrə bölüb təqdim edirik, anlamanı yoxlayırıq, nümunələr veririk və s. Nümunə vermək də onun göstəricisidir. D-də deyir ki, şagirdlərə təqdim olunmuş nümunə müəllimin scaffolding etdiyini göstərir. Bəli, bayaq da dedim, scaffolding edir müəllim burada. Dərs şagirdlərin idraki fəaliyyətinin inkişafına əsaslanır. Bəli, təbii ki, şagirdlər nümunəyə baxaraq fəaliyyəti icra edirlər. Anlamasalar, tətbiq də edə bilməyəcəklər. Bu da idrak taksonomiyasının olduğunu göstərir. Cavabımız B bəndi uyğun olmayan variant. İmtahanda müəllimlər bu tip situasiya testləri qarşınıza çıxacaq daha çox. Bilirsiniz ki, mövzular, sırf mövzu sualları yox, daha çox ümumiləşdirilmiş bu tipdə. Gördüyünüz kimi elə biraz geri qayıtsaq, bir mövzunun içərisində, bir sualın daha doğrusu içərisində neçə mövzuya rast gəldik? Gəlin sayaq. Bir mövzu məntiqi təfəkkür, bir təfəkkür mövzusu. İkinci mövzu diferensial təlim. Üçüncü mövzu təlim modelləri, birbaşa təlim. Dördüncü mövzu scaffolding, Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsi. Beşinci mövzu isə idrak fəaliyyəti, taksonomiya. Baxın, hər variant bir mövzuya əsaslanır. Deməli, mövzuları yaxşı bilmək və situasiyanı oxuyub anlayıb cavabları uyğunlaşdırmaq lazımdır. Bu qədər sadə. 5 mövzu bir sualın içərisində yer alıbdır. Üçüncü suala gəlin baxaq. Bir dərs zamanı şagirdlər arasında mübahisə baş verdi. Bu zaman müəllimin mübahisəni dayandırmaq üçün uca səslə, müəllim mübahisəni dayandırmaq üçün uca səslə sinifdə sakitlik yaradın deyə şagirdlərə müraciət etdi. Müəllimin fəaliyyəti haqqında verilənlərdən hansı doğru deyil? Variantlarımıza gəlin baxaq. Yəqin ki, başa düşdük ki, söhbət nədən gedir? Müəllim səsini biraz qaldırdı və dedi ki, sakit olun uşaqlar, nə olub? Niyə dağıdırsınız bu sinifi? A bəndində deyir ki, müəllim reaktivdir. Yəni, müəllim reaktiv yanaşmadadır, düzdür. Anındaca reaksiya verməsi, onları sakitləşdirməyə çalışması və uca səslə reaktiv yanaşmadır. Müəllim şagirdlərlə ünsiyyət qurarkən avtoritar üslubdan istifadə etdi. Bəli, avtoritar yanaşdı. Çünki əmr dili ilə və qaydalarla avtoritar yanaşdı sistemə, uca səslə. Müəllim səsini yüksəltməklə temp faktorundan istifadə edib. Bəli, bilirik ki, temp faktoru nədir? Bəzən səsi uzatmaq və ya aşağı salmaq, tempi qorumaqdır temp faktoru. Yəni, biz müəllimin etdiyi yanlışı, səhvi axtarmırıq. Biz sadəcə müəllimin fəaliyyəti haqqında doğru olmayanı axtarırıq ki, yəni müəllimin fəaliyyətində bu orada yox idi. Bunu axtarırıq biz. Bəzən müəllimlər durub burada doğru yanlış axtarır və variant səhvliyinə yol verir. Müəllim sinifdə dəstəkləyici mühitin yaradılması prinsipini pozur. Bəli, dəstəkləyici mühitin yaradılması prinsipini də pozdu, təbii ki. Çünki uca səslə onlara deməli, fikir bildirdi. Cavabımız Y bəndidir. Niyə? Deyir müəllim öyrənmə fəaliyyətini düzgün təşkil etməyib. Orada öyrənmə fəaliyyətindən deyil, orada sinifin idarə olunmasından söhbət gedirdi. Əslində müəllim sinifin idarə olunmasında düzgün şəkildə yanaşa bilmədi. Niyə bu sualı bir çox müəllim səhv yazır bu tipdə sualları? Baxın, yenə deyirəm. Sizdən əgər qayda, həmişə situasiyanı oxuyun, situasiyadan sonra gələn qaydada sizdən nə istəyir, ona mütləq diqqət yetirin. Bir çoxunuzun etdiyi ən böyük səhvdir bu. Situasiyanı oxuyub anlayırsınız, başa düşürsünüz, dərk etməniz var. Amma
Sizdən nə istəyir? Qayda nədir? Baxın, budur qayda nədir? Qayda budur. Gəlin mən sizə deyim. Baxın, qayda budur. Qayda odur ki, baxın 3-cü suala. Bizə dəqiqə üzr istəyirəm. Baxın, ən vacib məqam burada baxın budur. Bunu siz düzgün başa düşməsəz, sualı doğru cavablandıra bilməyəcəksiniz. Siz birinci bunu anlamalısınız. Situasiyanı oxudunuz, anladınız, nə gözəl. Sonra görün, sizdən situasiya əsasən nəyi istəyir cavabda, ona diqqət yetirin. Müəllimin fəaliyyəti, burada nə yaza bilərdi fərqli şəkildə? Şagirdin fəaliyyəti haqqında deyilənlərdən hansı doğrudur ya doğru deyil. O zaman cavabımız dəyişəcəkdir. Müəllim nə etsə daha doğru yanaşma göstərərdi deyə bilər. O zaman cavabımız dəyişəcək artıq burada. Müəllimin bu cür davranması doğru idimi deyə bilər. O zaman cavabımız dəyişəcək. Yəni bura o qədər qaydalar dəyişmək olar ki, bir situasiyaya. Düzdürmü? Və ya müəllimin bu yanaşması hansı pedaqoji yanaşmaya ziddir deyə bilər. Baxın, bu qədər sadə əslində bir dənə situasiyanı anlayandan sonra diqqət yetirirsiniz verilən qaydaya. Görün sizdən nə istəyir. Bunu biləndən sonra o sizə yaşıl işıqdır artıq. Normal şəkildə işinizi icra etməyi bacaracaqsınız. Sualı tapmağı bacaracaqsınız. Burada deməli sinifin idarə olunmasındaydı problem. Öyrənmə prosesində deyildi. Baxaq 4 nömrəli sualımıza. Bu arada bilirsiniz ki bizim yeni situasiya test bankımızın 2 müəllifi var. Biri mən, biri də bizim dəyərli müəllimimiz Şəmsi müəllimə, Şəmsi Rəhman. Elə bu suallar da müəllimənin suallarıdır. Yəni bu tipdə sualları yalnız bizdə görə bilərsiniz. Baxın 4 nömrəli suala diqqət yetirək. Heydər Əliyevin anım gününə həsr olunmuş müsabiqə zamanı məktəbimizin dərnək üzvləri, dərnək rəhbəri Zülfiyə müəllim ilə birgə sərgidə iştirak edirlər. Öz bacarıqlarını nümayiş etdirirlər. Sərgi zamanı Zülfiyə müəllimin rəhbərliyi altında qalib seçilirlər. Eyni zamanda bu qabiliyyətlərinə görə məktəb rəhbərliyi də onları təbrik edir. Bu hal şagirdləri daha da motivə edir. Verilənlərdən hansı situasiyaya aid deyil? Aha. Yəni bunlardan hansısa bununla əlaqəsizdir. Bu qədər cavabımızı buna uyğun seçəcəyik. Baxsaq görərik ki, Heydər Əliyevin anım günüdür. Həsr olunmuş bir müsabiqə var. Bu zaman şagirdlər Zülfiyə müəllimlə birlikdə iştirak edirlər. Sonra bacarıqlarını nümayiş etdirirlər. Sərgi zamanı da Zülfiyə müəllimin rəhbərliyi qalib seçilirlər sonda. Məktəb rəhbəri də onları təbrik edir. Fəaliyyətlərini stimullaşdırmaq üçün. Müəllim təlimdə şagird yönümlülüyün tələbinə əməl edir. Edirmi şagird yönümlülüyün tələbinə əməl? Bəli, təbii ki, burada görürük ki, şagird yönümlülüyün tələbinə əməl olunur. Üzr istəyirəm, bunu bir daha fərqləndirim sizin üçün. Hə, əməl olunur, çünki şagird yönümlü olmasa şagirdləri cəlb etməzlər ora. Deməli, bu bizim cavab deyil. Müəllim şagirdlər arasında əməkdaşlığı inkişaf etdirir. Əməkdaşlıq, birgə iştirak edirlər müəllimlə birgə hamısı. Bu da var deməli. Şagirdlər arasında sosial-emosional öyrənmə inkişaf edir. Əməkdaşlıq zamanı təbii ki, özünü idarə etmə, empatiya və s. formalaşır. Buna görə bu da aiddir situasiyaya. Məktəb rəhbəri fəaliyyətin stimullaşdırılmasının tələbinə əməl edir. Edirmi? Bəli, baxın, təbrik etdi onları sonda. Məktəb rəhbərliyi deməli stimullaşdırmada var. Bunu da sildik. Müəllim müsabiqə zamanı diferensiallığı təmin edir. Baxın, cavabımız yenə Y bəndə olacaq. Çünki müəllim burada diferensiallığı təmin edən heç nə etmədi. Yəni, şagirdlərə fərdi yanaşma, onlara fərqli tapşırıqların verilməsi və ya müxtəlif şəkildə fəaliyyətin icra olunması, bunlarla bağlı heç nə yoxdur. Burada müəllim sözündə bəzi yerlərdə hərf səhv olub, üzürlü sayarısı da klaviatura səhvidir. 5 nömrəli sualımıza da baxaq son olaraq. Maraqlı suallarımız var. Baxırıq 5 nömrəli suala. 9-cu sinif şagirdi ehtiram həm müəllimləri, baxın diqqətli olun, həm də məktəbdəki dostları ilə ünsiyyətdə fərqlənməyə çalışır. Ehtiramın məqsədi nədir? İnsanlarla ünsiyyətdə fərqlənmək. Bunun üçün müəllimlərin verdiyi bütün ev tapşırıqlarını ən yaxşı formada yerinə yetirməyə çalışır. Yəni, ehtiramın məqsədi müəllimlər və dostları qarşısında fərqlənməkdir. İnsanların gözündə yaxşı görsənmək, yəni hamı onu qəbul eləsin. Yəni, əsas məqsəd, baxın, əgər desəydi ki, ehtiramın məqsədi, deməli, ünsiyyət zamanı tapşırıqlarını, daha doğrusu tapşırıqlarını yerinə yetirib,
öz bilik bacarıqlarını inkişaf etdirmək, gələcək karyerasını düşünmək, nə bilim, həyatını planlaşdırmaq, iş həyatı qurmaq, şəxsi həyatını inkişaf etdirmək, özünü inkişaf etdirmək desəydi, o zaman biz ona universal deyə bilərdik məsələn. Amma burada bunun məqsədi həm müəllimləri, həm də sinif yoldaşlarından fərqlənməkdir. Deməli, qəbul olunma mərhələsindədir şagird. Şagirdin fəaliyyəti onun mənəvi inkişafın hansı mərhələsində olduğunu göstərir. Təbii ki, qəbul olunma. İnsanlar tərəfindən qəbul olunmaq üçün bu fəaliyyəti icra edir. Belə dəyərli müəllimlər, siz də bizim testlərimizdən yararlanmaq istəyirsinizsə, kitabımızı əldə edə bilərsiniz və ya mənimlə əlaqə saxlayıb sınaq qruplarımıza da qoşula bilərsiniz. Əlaqə nömrəsini qeyd edirəm: 050 697 78 33. Bəli, bizim əlaqə nömrəmizdir. Yazıb dərslər haqqında və ya yeni sınaq qrupları, testlər haqqında məlumat əldə edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat.